Təlimdə öyrətmə və öyrənmə prosesinin təşkili, bilik və fəaliyyət növləri, tapşırıqlarda tətbiqi. Bilik nədir və hansı şərtlər ödəməlidir? Bilik, öyrənmə, araşdırma və müşahidə nəticəsində əldə edilən, etibarlılığı və düzgünlüyü güman edilməsi mümkün olan həqiqətlərə və prinsiplərə verilən ümumi ad kimi tərif edilir. Bununla bərabər qeyd etmək lazımdır ki, biliyin tərifi ilə bağlı fikirlər istifadə sahəsinə və perspektivlərinə görə dəyişə bilər. Şagirdlərə bilik vermək və onlarda bacarıq formalaşdırmaq təhsilin əsas məqsədlərindən, müəllimlərin isə əsas vəzifələrindən biridir. Bu mülahizə bilik və bacarıqla bağlı daha ətraflı düşünməyə yol açır və müəyyən suallara gətirib çıxarır. Bilik deyəndə nə nəzərdə tutulur? Şagirdin sualı düzgün cavablandırması həmişə mövzunu bildiyindən xəbər verir. Bəs şagirdin bilib-bilmədiyini necə ayırd etmək olar? İlk olaraq, hər inandığımız və əsaslandırılması olan həqiqəti təhsil proqramına daxil etməliyikmi? Davamlı olaraq bu tip biliyi toplamaq, öyrənmək üçün kifayətdirmi? Tədrisin məqsədi, əlbəttə məlumat paylamaq deyil, daha çox vacib olan və dərk etməyə, anlamaya və bilavasitə düşünməyə kömək edən biliyi qruplaşdırıb öyrətməkdir. Buna baxmayaraq, təhsil üçün həqiqət və əsaslandırmanın əhəmiyyəti danılmazdır. Əgər hansısa məlumatın həqiqi olmadığını düşünürüksə, onun tədris edilməsi düzgün olmaz. Həmçinin müəllimin fikirlərinin əsaslandırması, bir şeyin doğruluğuna inanma səbəblərini açıqlaması vacibdir. Çünki şagirdlər anlamaya, müstəqil mühakiməyə qadirdirlər və onlara da öz növbəsində qəbul etdikləri informasiyanı dəyərləndirmək, tənqid etmək şansı verilməlidir. Bundan əlavə şagirdləri akademik biliyi yalnız qəbul edən tərəf kimi yox, eyni zamanda yeni biliyin yaranmasında iştirak edən şəxslər kimi qəbul etmək lazımdır. Bu məqam tədrisdə nəzərə alınmalı, şagirdlərdə lazımi qabiliyyətlər formalaşdırılmalıdır. Bilməyin əsas göstəricilərindən biri əsaslandırmaq olduğu üçün, şagirdlərin öz yanaşma və fikirlərini əsaslandırarkən verdikləri izahların keyfiyyəti dəyərləndirilməlidir. Lakin nəzərə almaq lazımdır ki, hər bir informasiyanın doğruluğunu əsaslandırmaq mümkün olmaya bilər. Amma bu o demək deyil ki, şagirdlər müxtəlif mənbədən əldə etdikləri bilikləri araşdırmadan əsas götürməlidirlər. Şagird əldə etdiyi informasiyanı öz tənqidi və məntiqi təfəkkür süzgəcindən keçirməlidir. Əsaslandırmaların subyektiv deyil, obyektiv olması da vacib şərtlərdəndir. Ola bilər ki, izahını bilmədiyi halda düzgün cavabı bilən şagirdlə müqayisədə öz subyektiv izahlarını bölüşüb cavabı səhv bilən şagird daha üstün hesab olunsun. Amma hər iki halda da müəllim onlara daha doğru mühakimə yürütməyə kömək etməli, yol göstərməlidir. Bunun üçün müəllimin tətbiq etdiyi metodikada mühakimə etmək bacarıqlarına yer ayırması lazımdır. Biliyin növləri. Müasir dövrdə öyrənmə zamanı idraki və konstruktiv proseslərin əhəmiyyəti ön plana çəkilir və şagirddən öyrənmə prosesində pasiv şəkildə informasiya qəbul edən tərəf deyil, öyrədilən biliyi idraki proseslərdən keçirən aktiv iştirakçı olması tələb olunur. Təlim prosesi zamanı şagirdlərdən gözlənilən odur ki, onlar əvvəlki biliklərinə, idraki və metakognitiv fəaliyyətlərinə əsaslanaraq onlara təqdim olunan informasiyadan özləri üçün bir məna çıxara bilsinlər. Biliyin 4 növü və aşağıdakı kateqoriyaları var. Faktoloji bilik. Faktoloji bilik, deklarativ bilik. Müəyyən bir sahə haqqında danışmaq, onu başa düşmək və sistemləşdirmək üçün həmin sahənin lazım olan bütün əsas elementlərini əhatə edir. Bura hər hansı bir fənnə bağlı olan elmi informasiyalara aiddir. Amma təbii ki, hər bir fəndə bu cür faktoloji informasiyalar həddindən artıq çox olduğu və bu qədər biliyin qavranılması mümkün olmadığı üçün onların heç də hamısı şagirdlərə təqdim olunmur. Başqa sözlə, öyrədici olması üçün informasiyanın seçici şəkildə təqdim edilməsi vacibdir. Faktoloji biliyin alt kateqoriyaları. A. Terminoloji bilik. Xüsusi bir sahə ilə bağlı olan elementləri əhatə edir. Bildiyimiz kimi, terminoloji dil aid olduğu müvafiq sahənin peşəkarlarının bu sahəni tədqiq və müzakirə edərkən istifadə etdikləri dildir. Şagirdlər hər fənnə aid olan terminlərlə tanış olmalıdırlar. Bu onların nitqinin savadlılığını artırır. Lakin şagirdlərə bir dərs müddətində verilən terminlərin sayı onların yaş və bilik səviyyəsinə uyğun olmalıdır. B spesifik biliyə isə
hadisə, yer, insanlar, tarixə və s. aid olan informasiya aid edilir. Burada çox spesifik, məsələn, bir hadisənin dəqiq baş vermə tarixi kimi informasiya nəzərdə tutulur. Spesifik bilik terminolojiyadan onunla fərqlənir ki, terminologiya bir sahəni başa düşmək üçün bu sahə üzrə razılaşdırılmış ümumi dili ifadə etdiyi halda, spesifik bilik bu sahə üzrə olan xüsusi məlumatları ifadə edir. Məsələn, əlifba, hərf, səs, sait, samit və s. terminoloji biliyi olduğu halda, Azərbaycan dilinin əlifbasının 32 hərfdən ibarət olması spesifik bilikdir və ya feodalizm sözü termin, feodalizmdə feodal və asılı kəndli siniflərinin olması faktı spesifik biliyə aiddir. Terminoloji spesifik bilik. Nümunələr. Terminologiya, fotosintez, indulgensiya, tangens, morfologiya və s. Müxtəlif sənət sahələrində müəllimlik, rəssamlıq, mühasibatlıq və s. istifadə olunan ixtisas sözləri, ədəbi cərəyanların xüsusiyyətləri, ixtiralar və kəşflər haqqında faktlar, demokratik idarə etmənin xüsusiyyətləri, alkanların fiziki və kimyəvi xüsusiyyətləri, konseptual bilik. Kateqoriya, təsnifat, prinsip, ümumiləşdirmə, nəzəriyyə, model və strukturlar, həmçinin onlar arasındakı əlaqəni göstərən daha mürəkkəb bilik deməkdir. Konseptual bilik bir növ əlimizdə olan faktoloji biliklər əsasında əlaqə yarada bilməyimizdir. Terminologiya və spesifik faktlarla faktoloji bilik müqayisədə bir növ daha geniş və mücərrəddir. Konseptual bilik 2 və daha artıq deklarativ biliyin müqayisəsi, ümumiləşdirilməsi nəticəsində formalaşır. Bilik nə üçün sualına cavab verən? Məsələn, şagirdin fəsillər nə üçün yaranır? Cavab vermək üçün yer, günəş sistemi, yerin ətrafında fırlanması, yerin günəşə tərəf əyilmə meyliliyi və s. kimi məlumatları bilməsi ilə kifayət deyil. Biliklər arasında əlaqə qurmalıdır. Əgər şagird bu biliklər arasında əlaqə qurub fəsillərin yaranma səbəbini izah edə bilirsə, demək ki, konseptual biliyə sahibdir. Biologiyada təkamül nəzəriyyəsini və müxtəlif bioloji fenomenlərin təkamül nəzəriyyəsi baxımından izahını bilmək konseptual biliyə aid digər bir misaldır. Konseptual biliyin alt kateqoriyaları, təsnifat və kateqoriyalar, prinsip və ümumiləşdirmələr, nəzəriyyə, model və strukturlar. Nümunələr. Nitq hissələrinin təsnifatının izahı, müxtəlif geoloji dövrlər haqqında ümumiləşdirmələr, ayrı-ayrı mədəniyyətlər barədə ümumiləşdirmələr, qələvi və qələvi torpaq metallarının müqayisəsi, öyrənmənin prinsipləri ilə bağlı bilik, dövlət idarəçilik modellərinin təşkilat və funksiyaların ümumi strukturunu bilmək, təkamül nəzəriyyəsinin tam formulasiyasını bilmək. Prosedural bilik bir şeyi necə etməklə bağlı müəyyən bir tapşırığın icrasına lazım olan bilikdir. Bu bilikdə adətən ardıcıl şəkildə tətbiq olunan addımlar seriyası nəzərdə tutulur və bizim prosedur kimi təsvir etdiyimiz bacarıq, alqoritm, texnika və üsulları əhatə edir. Faktoloji və konseptual bilik nə üçün suallarına cavab axtardığı halda, prosedural bilik necə sualı ilə əlaqəlidir. Başqa sözlə, prosedural bilik müxtəlif proseslər haqqındakı biliyi əks etdirir. Məsələn, riyaziyyatda uzun tənlikləri həll edərkən və ya dəqiq fənlərdə eksperiment apararkən müəyyən alqoritmlərdən, metodlardan istifadə olunur. Bəzən bu addımlar müəyyən sabit ardıcıllıqla, bəzənsə dəyişkən şəkildə həyata keçirilir. Amma buna baxmayaraq, son nəticə həmişə bir cür olur. Yəni, tətbiq və ya həll zamanı prosedural bilikdən istifadə edildiyi halda əldə olunan nəticə həmişə faktoloji və ya konseptual bilik olur. Məsələn, toplama əməliyyatı zamanı əməliyyatı necə edəcəyimizi bilmək, məsələn, cavabı 4 olan hesablama əməliyyatının yolunu bilmək, prosedural aldığımız nəticə isə, yəni hesablama nəticəsində aldığımız 4 cavabı faktoloji bilikdir. Prosedural bilik müəyyən bir müddət sonra avtomatikləşə, yəni düşünülmədən birbaşa tətbiq oluna bilir. Bunun üçün təlim prosesində prosedural biliyin tətbiqini tələb edən çoxlu tapşırıqlar işləyərək şagirdlərdə bu vərdişi yaratmaq lazımdır.
Prosedural biliklə bağlı geniş yayılmış səhv stereotip ondan ibarətdir ki, pedaqoqlar prosedural biliyi tətbiq etmə bacarığı kimi görürlər. Tətbiq etmə zamanı prosedural bilik möhkəmlənir, lakin tətbiq etmə olmasa da şagirdlər prosedural biliyə malik olurlar. Halbuki, burada şagirdin biliyi tətbiq etmək bacarığına deyil, çünki tətbiq etmək fəaliyyətdir, bilik deyil. Həmin biliyin tətbiqi yolları haqqında biliyinin olmamasına diqqət edilməlidir. Bacarıqlar və alqoritmlər, texnika və metodlar, müvafiq prosedurlardan yerində istifadə etmək meyarı onun alt kateqoriyalarıdır. Prosedural biliyin alt kateqoriyalarıdır. Və nümunələr. Cümlənin sintaktik təhlil yolunu bilmək, sistem tənliklərin həlli üçün alqoritmləri bilmək, hündürlüyə tullanmaq üçün lazım olan bacarıqları bilmək, sosial elmlər üçün olan tədqiqat metodlarını bilmək, problem həlli üçün alimlər tərəfindən istifadə olunan texnikaları bilmək, müxtəlif esse növlərinin meyarlarının müəyyənləşdirilməsi, əməli yazı növlərinin yazılması. Metakognitiv bilik. Ümumilikdə idraki proseslər haqqındakı məlumatlılıqdır. Hansı öyrənmə nəzəriyyələrini dəstəkləmələrindən asılı olmayaraq, bütün nəzəriyyəçilər təsdiq edirlər ki, şagirdlər idraki proses haqqında nə qədər çox məlumatlı olsalar, bir o qədər daha yaxşı öyrənə bilərlər. Burada söhbət həm idraki prosesləri bilməkdən, həm də bu cür proseslərə nəzarət etmək, onları tənzimləməkdən gedir. Məsələn, bir məlumatın yadda saxlanılmasını təmin etmək üçün istifadə olunan strategiyalar və ya öyrənmənin planlaşdırılması, öyrənmə məqsədlərinin qoyulması və s. Eyni zamanda metakognitiv bilik idraki tapşırıqları nədə və necə fayda verə biləcəyini göstərən bilikdir. Məsələn, ümumiləşmə və parafraz etmənin daha yaxşı anlamaya gətirib çıxardığını bilmək və s. metakognitiv biliyə insanın özü haqqında məlumatlılığı da daxildir. Belə ki, insanın öyrənmə və idraki proseslər baxımından özünün güclü və zəif tərəflərini bilməsi onun metakognitiv biliyə sahib olduğunu göstərir. Məsələn, şagird şifahi sual-cavabın onun üçün esse yazmaqdan daha faydalı olduğunu bilirsə, deməli metakognitiv biliyə sahibdir. Metakognitiv bilikdə özü haqqında biliyə sahib olmaq vacib bir məqamdır. Lakin burada daha vacib olan məsələ bu məlumatın dəqiqliyidir. Müəllim şagirdlərin özünə inamlarını, onların akademik baxımdan güclü və zəif tərəfləri haqqında pozitiv, lakin qeyri-dəqiq rəylərlə qaldırmamalıdırlar. Şagirdlər üçün daha vacib olan məsələ ondan ibarətdir ki, onlar nəyi bilib, nəyi bilmədiklərindən xəbərdar olsunlar və mövcud bildikləri haqqında yanlış təəssürata qapılmasınlar. Alt kateqoriyalar, strateji bilik, idraki tapşırıqlar haqqında bilik, şagirdin özü haqqında bilik sahibi olması, nümunələr, informasiyanı yada saxlamağın özünə məxsus yolunu bilməsi, məlumatın uzun müddətli yaddaşa keçirilməsi üçün refleksiyanın vacib olduğunu bilməsi, özü üçün məqsədlər müəyyən etmənin planlama strategiyalarını bilməsi, özünü yoxlama, özünü sual-cavab etmək kimi anlamanın monitorinqini aparan strategiyaları bilməsi, yeni sözləri öyrənməsi üçün Freyr modelindən istifadə etməsi. Vəssalam.